İran İslam Respublikasının yeni ali rəhbəri Müçtəba Xameneyi dünən martın 12-sində Ekspertlər Şurası tərəfindən bu vəzifəyə seçildikdən bəri ilk dəfə xalqa müraciət edib. Müraciət İran Dövlət Televiziyası vasitəsilə yayımlanıb və aparıcı tərəfindən oxunub. Yeni rəhbər bu müraciəti çatdırmaq üçün özü kamera qarşısına çıxmayıb. Yayılan məlumatlara görə o, Amerika Birləşmiş Ştatları və İsraillə İran arasında davam edən müharibənin ilk günündə yaralanıb və yəqin ki, üzə çıxası vəziyyətdə deyil. Müçtəba Xameneyi ilk rəsmi müraciətində bildirib ki, özünün İranın ali rəhbəri seçildiyini televiziyadan eşidib. O, son hücumlarda İranın məruz qaldığı itkilərə toxunaraq düşməndən təzminat alınacağını bildirib və deyib: "Xatırlamalı olduğum bir məqam budur ki, hər bir halda biz düşməndən təzminat alacağıq. Əgər o bundan imtina etsə, özümüz uyğun gördüyümüz qədər onun əmlakından götürəcəyik. Bu da mümkün olmasa, həmin qədər onun əmlakını məhv edəcəyik." Müçtəba Xameneyi öz müraciətində dırnaqarası təsirli və düşməni peşman edəcək müdafiənin davam etdirilməsinin vacibliyini vurğulayıb. O, İran silahlı qüvvələrinə düşmənin İran üzərində nəzarətə nail olmaq və onu parçalamaq xəyallarını puça çıxardıqları üçün təşəkkür edib. Həmçinin rəsmi şəkildə bildirib ki, önəmli təzyiq vasitəsi kimi Hörmüz boğazının bağlı saxlanması davam etdirilməlidir. Yeni rəhbər görünür fərqli asimmetrik mübarizə metodlarını işarə edərək düşmənin az təcrübəsi olduğu və çox həssas olduğu digər cəbhələrin açılmasının araşdırıldığını açıqlayıb və müharibə vəziyyəti davam edərsə bu cəbhələrin aktivləşdiriləcəyini bildirib. Müçtəba Xameneyi regionda müqavimət cəbhəsi adlandırılan qüvvələrə, o cümlədən Yəməndəki Husilərə, Livandakı Hizbullaha və İraqdakı silahlı qruplara təşəkkür edib və onları İranın ən yaxşı dostları adlandırıb. Müraciətin başqa bir hissəsi İranın xarici siyasətinə və qonşularla münasibətlərinə həsr olunub. Yeni rəhbər İranın 15 qonşu ölkəsinə müraciət edərək bildirib ki, bu ölkələrin bəzisində yerləşən hərbi bazalara edilən raket və dron hücumları İran ərazisinə zərbə üçün həmin bazalardan istifadə edilməsinə birbaşa cavab olub. O xəbərdarlıq edib ki, İran qonşularla dostluq münasibətləri istəyir. Lakin bu bazalar bağlanmayana qədər onlara hücumların davam etməsi qaçılmaz olacaq. O, bu ölkənin rəhbərlərini təcavüzkarlarla münasibətlərini müəyyənləşdirməyə və xarici hərbi bazaları bağlamağa çağırıb. Müçtəba Xameneyi öz müraciətində ilk dəfə olaraq son hücumlarda ailəsinin verdiyi itkilərin miqyasını təsdiqləyib. O bildirib ki, atası ilə yanaşı həyat yoldaşı, bacısı, azyaşlı bacısı qızı və bacısının həyat yoldaşı da bu hücumlarda həyatını itirib. O, atası Ayətullah Əli Xameneyinin necə öldürüldüyünü də təsvir edib. Bildirib ki, Əli Xameneyi Ramazan ayının 10-cu günü səhər tezdən Quran-ı Kərim oxuyarkən öldürülüb. O, atasının yolunu davam etdirəcəyinə söz verib və deyib: "Ölümündən sonra onun cənazəsini görmək mənə nəsib oldu. Gördüyüm möhkəm bir dağ idi və eşitdim ki, ölərkən sağlam əlinin yumruğu sıxılmış vəziyyətdə olub." O, müharibədə ölənlərin yaxınlarına başsağlığı verərək bildirib ki, onların intiqamı mütləq alınacaq. Xameneyi xüsusən Minab şəhərindəki qız məktəbinin hədəfə alınmasına toxunaraq qeyd edib ki, bu hadisə ilə bağlı intiqam məsələsi xüsusi əhəmiyyət daşıyır. Yeni İran lideri həmçinin göstəriş verib ki, müharibədə yaralananların müalicəsi pulsuz olsun, vətəndaşların maddi zərərləri kompensasiya edilsin. Bu hücumlarda yaralanan vətəndaşlar əlavə sosial imtiyazlardan yararlansınlar. Müçtəba Xameneyinin ilk müraciəti regionun ən gərgin tarixi dövrlərindən birində yayımlanıb və bəzi məsələlərə aydınlıq gətirməklə yanaşı ortaya bir çox suallar da çıxarıb. Bunlardan birincisi onun sağlıq durumu mövzusudur. İran tərəfi yayılan müxtəlif şayələr fonunda Müçtəbanın fevralın 28-də İsrailin ali rəhbərinin ofisinə hava zərbələri zamanı yaralandığını rəsmi şəkildə təsdiqləyib. Amma onun gerçək fiziki vəziyyəti barədə dəqiq məlumat verməyib. Daha əvvəl İran prezidentinin oğlu Yusif Pezeşkiyan özünün Telegram kanalında bu məsələyə toxunaraq yazıb: "Ağa Müçtəbanın yaralanması xəbərini eşitdim. Onunla əlaqəsi olan dostlardan soruşdum. Dedilər ki, Allahın lütfü sayəsində salamatdır və bir problem yoxdur." Bununla belə İran rəhbərinin sağlıq durumu ilə bağlı digər məlumatlar da yayılmaqdadır. Məsələn, elə dünən Britaniyanın The Sun qəzeti Müçtəbanın durumunun çox ağır olduğu barədə məlumat yayıb. Nəşr bildirib ki, onun bir yaxud hər iki ayağı kəsilib, zərbə nəticəsində qaraciyəri və ya mədəsi dağılıb, özü də koma vəziyyətindədir. Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump da bu barədə açıqlama verib. Fox News radioya müsahibəsində Trump, Müçtəba Xameneyinin səhhəti barədə sualın cavabında özünə xas üslubda deyib: "Düşünürəm ki, o böyük ehtimalla sağdır. Məncə o yaralanıb, ancaq hələ də hansısa formada sağ ola bilər.
Bir sözlə, İranın yeni ali rəhbərinin durumu müəmmalı olaraq qalır. Onun gözə görünməməsi müxtəlif ehtimallara yol açır. Bununla bağlı tanınmış İran politoloqu Ehsan Sultani Müçtabanı heç vaxt ortaya çıxmayan Taliban lideri Molla Ömərlə müqayisə edərək yazıb. Hətta ekspertlər şurasının üzvləri də seçki zamanı Müçtabanı görməyiblər və onun hansı vəziyyətdə olduğunu bilməyiblər. Müraciətin heç olmasa səs yazısı formasında yayılmasından belə imtina olunması onun hoşunun özündə olub olmadığının bilinmədiyini göstərir. Faktiki olaraq Taliban tipli idarəçilik və Molla Ömər sayağı müraciətlər mərhələsinə daxil olmuşuq. Müçtəba Xameneyinin ölkəni idarə edəcək durumda olmaması barədə məlumatlar ölkədə hakimiyyətin İslam İnqilabının Keşikçiləri Korpusunun, yəni Sepahın əlinə keçdiyi barədə ehtimallara yol açıb. Hətta iddia olunur ki, dünən yayılmış müraciət də onun adından Sepah tərəfindən hazırlanıb. Bu arada İsrailin baş naziri Benyamin Netanyahu da Müçtəba Xameneyini Sepahın kuklası adlandırıb. Belə bir vəziyyət. Yəni Tehranda hakimiyyətin radikal hərbi siyasi qüvvənin əlinə keçməsi təkcə İranın deyil, bütün regionun gələcəyi ilə bağlı ciddi narahatlıq və böyük qeyri-müəyyənlik doğurur.